Hər vaxtınız xeyir olsun, dəyərli Statinfo izləyiciləri, bir mühüm məlumatı diqqətinizə çatdıracağım. Amma öncə üstəgəl düyməsini vuraraq kanala abunə olmağı unutmayın ki, ən son yeniliklərdən ilk siz xəbərdar olasınız. Ötən gündən etibarən şəhid anası ilə bağlı yayılan video hər kəsin etirazına və qəzəbinə səbəb olub. Dəyərli izləyicilər, artıq detallar da məlum olub kimdir bu xanım və həmin üzr istətdiyi şəxs. Sosial şəbəkələrdə Füzuli rayonunda qadının kişiyə qarşı təhqiredici hərəkətlərini əks etdirən görüntülər yayılıb. Qafqazinfonun əldə etdiyi məlumata görə videodakı şəxs Vətən müharibəsi şəhidi Vüqar Zamanovun anası Lətifə Zamanovadır. Belə ki, qadın oğlunun xatirə lövhəsinə hörmətsizlik etdiyi deyilən kişiyə qarşı alçaldıcı rəftar göstərib. O, həmin kişini diz çöktürərək üzr istədib və həmçinin təhqiramiz ifadələrlə ləyaqətini alçaldıb. Qarşı tərəf isə qadına yalvararaq onu bağışlamasını deyib. Söz gedən şəxsin şəhidin lövhəsinə qarşı daha əvvəl hansı əməli törətdiyi açıqlanmayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, hadisə barəsində məlumatlıdırlar və tərəflər arasında olan mübahisə Füzuli rayon polis şöbəsində araşdırılır. Mübahisə tərəflərinin əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar məhkəməyə göndəriləcək. Və qeyd edək ki, 1995-ci il təvəllüdlü Vüqar Zamanov 5 noyabr 2020-ci ildə Daşadlıq uğrunda döyüşlərdə şəhid olub və ölümündən sonra müxtəlif medallarla təltif edilib. Allah şəhidimizə qəni-qəni rəhmət eləsin, ruhu şad olsun, amma anasının etdiyi bu hərəkət heç bir halda bağışlanan deyil. Şəhid ailələri və qazilərimiz baş tacımızdır, amma onların özlərini qanunun fövqündə hiss etməsi, bu cür əməllərə yol verməsi həqiqətən də şəhidlərimizin də ruhunu incidir və şəhidlərin ruhuna elə ən böyük, belə deyək, hörmətsizlik onların ailələri tərəfindən bu cür əməllərin edilməsidir və bu ölkədə polis var, Daxili İşlər Nazirliyi var, hər hansı bir hörmətsizlik əgər edilibsə ki, bu qətiyyən yol verilməzdir şəhidin abidəsinə, şəklinə, onun xatirə lövhəsinə qarşı qətiyyən yol verilməzdir, onun cəzasını vermək də bu ölkənin dövlət orqanlarının üzərinə düşər. Bir qadına və bir şəhid anasına əsla yaraşmaz ki, ahıl yaşlı bir kişini diz çöktürüb təhqir etsin. Və bununla bağlı elə oxşar fikirlər sosial şəbəkələrdə də izləyicilər tərəfindən səsləndirilib. Siz də fikirlərinizi yazın, dəyərli izləyicilər. Bu hadisəni necə qarşıladınız?